İzləyicilər, buraxılış sınaq imtahanından olan bir tapşırığı həll edəcək. Nə deyir bizə? Deyir ki, radiusu 6 sm olan çevrədə ştrixlənmiş hissənin sahəsini tapın. Bizdən tələb olunan həmin bu çevrənin bu hissəsinin, ştrixlənmiş hissəsinin sahəsini tapmaq. Ümumiyyətlə, çevrə deyəndə nə bilirik? Çevrə deyəndə biz bilirik ki, çevrə 360 dərəcədən ibarətdir. Bu 60 dərəcəlik qövs əslində bizim işimizi çox rahatlaşdıracaq. Niyə görə? Çünki 360-ı 6-ya bölsək, alacağıq 60 dərəcə. Yəni ki, bu deməkdir ki, gəlin vizual olaraq gəlin bunu çəkək, baxaq. Bu deməkdir ki, çevrə 6 dənə 60 dərəcəli qövsdən ibarətdir. Gəlin bunu beləçə çəkək. Çəkəndə görürük ki, həqiqətən də belədir. 6 dənə 60 dərəcəli qövs. 1, 2, 3, 4, 5, 6. Və biz nə edəcəyik? Biz çevrənin ümumi sahəsini tapacağıq. Ondan sonra buradan həmin bu ümumi sahədən bu balacanı çıxacaq, bu 60 dərəcə və yerdə qalacaq ştrixlənmiş hissənin sahəsi. Gəlin bunun üçün ümumi çevrənin sahəsini tapaq. Çevrənin sahəsi nədir? S bərabərdir pi r kvadratı. R nədir bizdə? Radius. Radius bizdə verilib 6 sm. Nə eləyir? Pi nədir? Pi nədir? Pi bərabərdir 3,14. Bunu təqribi olaraq 3 götürürük ki, asan olsun hesablama. 3 vurulsun r kvadratı, 6'nın kvadratı, 3 vurulsun 36. Bizə nə verir? 108. 108 nədir? 108, yəni ki, ümumi çevrənin sahəsidir. Yəni ki, kvadrat santimetr. Ümumi çevrənin sahəsini tapdıq. İndi bizə nə lazımdır? Bu balaca bir hissənin sahəsini tapmaq. Biz dedik ki, 6 bərabər hissəyə bölünür. Ona görə də 108-i bölürük 6-ya və nə alırıq? 108 bölünsün 6, 18. 18 kvadrat santimetr. Bu nədir? 18 kvadrat santimetr həmin bu balaca yerin. Dediyim kimi, bu 18 kvadrat santimetrdir. Bunlar 6 bərabər hissəyə parçalandığına görə, mən bunu belə çəkdiyimə görə, hər birinin ölçüsü, sahəsi eynidir. Bu da 18 kvadrat santimetrdir. Bu da, bu da, bu da, bu da. Biz belə deyək, biz bunu tapdıq, bu balacanı tapdıq. Bizdə ümumi sahə də var. Ümumi çevrənin sahəsi 108. Nə edirik? 108 kvadrat santimetrdən çıxırıq həmin bu 18-i. 18 kvadrat santimetr. Yerdə qalır həmin bu ştrixlənmiş hissənin sahəsi 90 kvadrat santimetr. Və beləliklə tapdıq ki, cavab bizdə eləyir 90 kvadrat santimetr. Videonu bəyənib kanala abunə olmağı unutmayın.